Salam dəyərli yayınları. Sınaq 1 8-ci sinif riyaziyyat suallarının izahına baxırıq. Aşağıdakılardan hansı üçə qalıqsız bölünmür? Bölünmür deyirsə, deməli, rəqəmləri cəmi 9 eləyir, bölünür. Burada 15 eləyir, bölünür. Burada 8, 8, 16. Təbii ki, bu bölünməz. C variantı. Kəsirinin tam hissəsini soruşur bizdən. Deməli, 1 dəfə 12, 3, 35-də isə 2 dəfə. Tam hissə oldu 12, B variantı. Diaqrama əsasən ən azı 2 çoxluğa daxil olan elementlər. Deməli, tək olanların üzərindən xətt çəksək, 2, 4, 5, D variantı. İfadənin qiymətini hesablayın. Əkob 28, 42, 28 və 42. Deməli, 2 plus 14, 21, 7 plus burada 3, burada 2, 3 minus 2 minus. Bunun hamısı əkob deməkdir. Yəni 2 dəfə 7, 14. 14 də 3-ə vursaq 42. Vurulsun 2. Sürətdə də 28 vurulsun 42. 42-lər ixtisar gedər. Cavabımız 14. Doğru cavab A variantı. Deməli, bunları toplasaq 5, 8, 9. 9 cəmin 3-də 1 hissəsi. 9 vur 3-də 1 bərabərdir 3. D variantı. 31. Çoxluğu üçün elementlərin sayı deməkdir. 2, 4, 6. Doğru cavab D variantı. N ümumiyyətcə sayı deməkdir. Cədvəldə A və B ədədlərinin sadə vurğuları və onların sayı verilmişdir. Cədvələ əsasən bu ədədlərin ortaq olmayan sadə vurğuların hasilini tapın. Sadə vurğular deməli A. A bərabərdir. Nə deməkdir? Ədədlər A, sadə vurğular sayı. Aha. 2-nin kvadratı vurulsun 3-ün kubu vurulsun 5. B bərabərdir. 2-nin kvadratı vurulsun 3 üstü 1 vurulsun 5 üstü 2. Ya da 1. Orta olmayan, yəni sadə vurğuların hasili əkobunu tapsaq, yəni bildiyimiz ənənəvi yolla əkob bölünsün əbobdur. Əkobu olur 2 üstü 2 vurulsun 3-ün kubu vurulsun 5-in kvadratı. Bəs əbobu nə olur? 2-nin kvadratı vurulsun 3 vurulsun 5. 2 kvadratlar ixtisar gedər 3-dən 5-dən. Bunlar da hərəsi getsə 3-ün kvadratı vurulsun 5. 9, 45. Doğru cavabımız C variantı. Qatar 2 stansiya arasındakı məsafənin 0,35 hissəsini getdikdən sonra daha 6 km getməlidir ki, yolun ortasına çatsın. Deməli 0,35x üzərinə gəlsin 6 bərabərdir ümumi yolun yarısı. X bölü 2. X bölü 2 nə deməkdir? Yəni 0,5x. Sağ tərəfə keçirsək alarıq 0,15x bərabərdir 6. X bərabərdir 400. Deməli, istəyirəm 600 bölünsün 15. 600 bölünsün 15. X bərabərdir deməli 40. 2 stansiya arasındakı məsafə Y. Çoxluqları verilmişdir. Birləşmələrin sayını soruşur. Deməli 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 rəqəmlərdir. Sayı 10. Y variantı. 252 ədədinin neçə sadə böləni var? Sadə bölən sadə vuruq deməkdir. 2-yə 126, 2-yə 63, 3-ə 21, 3-ə 7, 7-yə 1. 5 sayı C variantı. N-in neçə qiymətində kəsirinin qiymətini natural ədəddir. 42-nin bölənlərini yazmalıyıq. 42-nin bölənləri nədir? 1, 2, 3, 6, 7, 14, 21 və 42. Başqa qaldı mı? 1, 2, 3, 6, 7, 14, 21 və 42. 1, 2, 3, 4, 5, 6, 7, 8. Doğru cavabımız A variantı. NA, NB verilib. Kəsişməni soruşur. Deməli, NA birləşmə B bərabərdir. NA üzərinə gəlsin NB çıxılsın. NA kəsişmə 1 çıxılsın geri.
Deməli, burada NA birləşməni yerinə gətirib yazsaq, 2 vurulsun NA kəsişmə B bərabərdir. Hər birinin qiymətini yerinə yazsaq, toplasaq 12 çıxılsın NA kəsişmə B. Sağ tərəfə atıram, 3NA kəsişmə B bərabərdir. 12 NA kəsişmə B bərabərdir. 12-ni 3-ə bölsək 4. Bizdən də kəsişməni soruşurdu. Doğru cavabımız B variantı. 160 ədədinə hansı ədədi əlavə etmək lazımdır ki, alınan cəm 12 və 16-ya qalıqsız bölünsün? Bu sual budur. Əkop tapırıq 12 və 16-ya. Bu da bərabərdir. Bunlara əkop eləyir 48. Daha sonra uşaqlar 48-i biz böyütməliyik. 48-i böyüdək, yəni 2-yə vursaq 96, 3-ə vursaq, 4-ə vursaq, 4-ə vursaq neçə eləyər? Deməli, 4 dəfə 8, 32, 2 yazaq, 3 yadda 192, 192, 160-ı 192 eləmək üçün üzərinə 32 əlavə etmək lazımdır. D variantı. Verilmiş düzbucaqlı bərabər kiçik kvadratlardan ibarətdir. Düzbucaqlının rənglənmiş hissəsi rənglənməmiş hissəsinə nisbəti onluq kəsilir. Deməli, 2, 4, 6. 6 vurulsun neçə olur? 2, 4, 6, 8, 48. Aha, deməli, rənglənmişin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12-nin 36-ya nisbəti olacaq. Bu da nə deməkdir? 3-də 1. 3-də 1 nə deməkdir? 0,4-də 3 deməkdir. B variantı. Çoxluq A-dan B-nin fərqini soruşur. Fərq deyirsə çıxaq. Deməli, C-lər getdi, Y-də getdi, F qalır. B və D qalır. 2. B variantı. 41. Əbob 42 n olarsa en aşağıdakılardan hansı ola bilməz? Deməli, 2 ola bilər, 3 ola bilər, 6 ola bilər, 7 ola bilər, 4 ola bilməz. 4 42-ni bölən deyil. Doğru cavab C variantı. Məxrəci 12 olan düzgün kəsirlərin sayını tapın. 11. Çünki 12-də 11-də ən sonuncusu. Y variantı. Rənglənmiş hissəyə uyğun ifadə. İndi burada deməli bu hissəni bizdən soruşur. Birincidə nə idi? A ilə B-nin birləşməsi ümumidir. Çıxılsın A ilə B-nin kəsişməsi. Bu orta hissə çıxılır. Deməli, bu birinci uyğundur. İkincidə A-dan B-ni çıxdıq. A-dan B-ni çıxdıq. Birləşdi B-dən A-nı çıxdıq. 1, 2. Doğru cavab A variantı. A-nı 6-ya böldükdə natamam qismətdə B. A bölünsün 6 bərabərdir B. Qalıqda 3. Qalıqda 3. B-ni 7-yə böldükdə qalıqda 2 alınır. Buradan B bərabərdir 9. Gətirib yerinə yazsam burada. B-nin yerinə 9 yazdığımda A bölünsün 6 bərabərdir 9. Burada da 3. A bərabərdir 57. A-nın 21-ə bölünməsindən alınan qalığı soruşur. Bu da bərabərdir 2 dəfə 42, 12 düşər. C variantı. Kəsirin sürətini 6 dəfə, məxrəcini isə 2 dəfə artdırdıqda qiyməti necə dəyişər? Sadə bir kəsir götürürəm 2-də 1. Sürətini 6 dəfə artırsam olar 6. Məxrəcini 2 dəfə artırdıqda olar 4. 4-də 6. Yeni kəsirimiz 4-də 6-dır. Bölürük əvvəlkinə ki, görək nə qədər dəyişib. 4-də 6 vurulsun 1-də 2 olur. 2 ilə 4 ixtisar gedir 3. Deməli, neyniyər? 3 dəfə artar. D variantı. 46. A və B çoxluqları kəsişmir. Deməli, kəsişmirsə A-nın sayı 24, B-nin sayı 12 olarsa A çıxılsın B fərqini tapın. Yəni bunlar kəsişmirsə o zaman elə bunların bir-birindən çıxsaq sadəcə A qalar. Yəni A-dan B-ni çıxsaq dəyişməz. Hasilinin 5-ə bölünməsindən alınan qalığı tapın. 5-ə bölünmə sonuncu rəqəmdir. Burada deməli 3 vurulsun, burada da 4 olur. 12 5-ə böldükdə qalıq 2. C variantı.
İfadələrin qiymətləri ardıcıl tək ədədlər olarsa, ardıcıl tək ədədlər nədir? 1, 3, 5, baxın, plus 2. Yəni, mən burada 3n minus 2 üzərinə gəlsin 2 yazsam, bərabərdir, alaram 2n plus 3-ü. 2-lər islah olunsa, 2n bu tərəfə atsaq, n bərabərdir 3. Burada demir hansı birinci ədəddir. Ona görə hər iki ehtimalı yoxlamaq lazımdır. 2 halı daha doğrusu. 2n plus 3 plus 2 bərabərdir 3n minus 2. Bu formada da yoxlamalıyıq. Buradan yenə də deməli bunu sağ tərəfə atsaq n bərabərdir olur 5, 7. N'in mümkün qiymətlərini tapın. 3 və 7. Doğru cavabımız 3 və 7 bu formada. İfadənin qiymətini hesablayın. Deməli, burada birinci mən məxrəci yazaram. 10-da 3 vurulsun, 9-da 3 vurulsun, 90-da 12 bu formada. Sürəti isə bunları birbaşa ortaq məxrəcə gətirsəm, 21-də 7, bu da 21-də neçə olar? 6. 21-də 1 eləyər, vurulsun. Bu da 42-də 7, çıxılsın 42-də 6. 42-də 1 eləyər. Tərsinə çevriləndə 1-də 42. 42 ilə 21 ixtisar getsə, burada surətdə sadəcə 2 qalar. Məxrəcdəkiləri isə deməli, bir-birinə vursaq, ixtisar gedən varmı? Baxaq bir dənə. Deməli, hamısını yazdıq. 10. Burada 3 ilə 3, 9 eləyir. Bundan ixtisar gedir. Burada 3-ə ixtisar eləsək, burada 4 qalar, burada 30 qalar. 30. Deməli, burada 300-də 4. Bu da nə deməkdir? 2 vurulsun, 4-də 300 deməkdir. 2-yə ixtisar gedər. Burada qalar 2, 150. Doğru cavabımız oldu 150. 50-ci sualda AB qarşılıqlı sayıların sayını tapın. Deməli, 10A plus B bərabərdir 2A plus 8B şəklində yazırıq. 2A-nı sol tərəfə atsaq, 8A bərabərdir 7B. A bərabərdir 7, B bərabərdir 8. Bu formada olar. AB ədədindən kiçik. AB ədədi 78 olur, düzdür? Və AB ilə qarşılıqlı sadə olan ədədlərin sayını tapın. Aha, qəşəng maraqlı sualdır. 78 sadə vurğularına ayırsaq 39, 3-ə 13, 13-ə 1. Sadə vurğuların sayı, qarşılıqlı sadə vurğuların düsturu nə cür idi? 1 çıxılsın 2-də 1, vurulsun 1 çıxılsın 3-də 1, vurulsun 1 çıxılsın 13-də 1 bu formada. Bu da bərabərdir. Deməli, 78 vurulsun 2-də 1, vurulsun 3-də 2, vurulsun 13-də 12 bu formada. 2-lər ixtisar gedər. 3-ü 13-ə vursaq, eləyər 39. 78-in ixtisar eləsək, burada qalar 2. 2-ni 12-yə vursaq 24. Deməli, 50-ci sualda doğru cavabımız oldu 24. Sağ olun, hər birinizə uğurlar. Kanala abunə olub bəyənməyi unutmayın.